Hər kəsə salam uşaqlar. Bu gün sizinlə baxacağıq 27 aprel 9-cu sinif buraxılış imtahanının riyaziyyat suallarına. Başlayaq uşaqlar 57-ci tapşırıqdan. Deməli, 57-ci tapşırıqda bizə deyir ki, qrafikə əsasən düz xəttin bucaq əmsalını tapın. Gəlin baxaq uşaqlar. Burada bizə qrafikdə verilib. Qrafikdən görürük ki, bizim b-miz yoxdur. Yəni bizim funksiyamız y bərabərdir kx şəklindədir. Buradan y-imiz bərabərdir 4-ə, x-imiz bərabərdir 2-yə. Və buna əsasən yaza bilərik ki, k bərabərdir 4 bölünsün 2 bərabərdir 2-yə. K-mız olacaq 2, cavab B bəndi. Sonra uşaqlar keçək növbəti 58-ci tapşırığa. Deyir, radiusu 19 sm olan çevrənin mərkəzində 25 sm məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni tapın. Uşaqlar, bir dənə çevrəni çəkirəm. Mərkəzdən 25 sm məsafə deyir. Bizim radiusumuz 19 olduğu üçün bu hissəmizin uzunluğu olacaq 19. Və buradan bura qədər məsafəmiz isə bərabərdir. Baxın, bu hissəmiz isə bərabərdir 25 sm-ə. Bura 25-dir və bu hissəmiz 19 olduğuna görə yaza bilərəm ki, 25 çıxılsın 19 bərabərdir 6-ya. Yəni, bura qədər məsafəmiz olacaq 6. Bizdən nə istəyir uşaqlar? Deməli, bu nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni istəyir. Yəni, bu hissəni olacaq. Cavab 6A bəndi. Sonra keçək 59-a. Deyir, ifadənin qiymətini hesablayın. İfadənin uşaqlar qiymətini hesablamaq üçün nə edirik? Bilirik ki, moduldakı ifadələr moduldan əksi kimi çıxır. Əksi yox, yəni müsbət çıxır. Mənfi 7.5 olacaq 7.5 çıxılsın 3.3 olduğu kimi çıxacaq, bölünsün 2. Bu da bərabərdir uşaqlar. Deməli, 4.2 bölünsün 2. Bu da bərabər olacaq 2.1-ə, cavab bu bəndi. Sonra keçdik 60-cı suala. Deyir, ölçüləri 3, 5, 8 olan düzbucaqlı paralelipedin tam səthinin sahəsini tapın. Uşaqlar, paralelipedin tam səthinin sahəsi S-tan bərabərdir 2 vurulsun. AB plus AC plus BC-yə bərabərdir. Gəlin düstura əsasən yazaq. S-tan bərabərdir 2 vurulsun. Bunu A qəbul eləyib, bunu B, bunu isə C. Buna əsasən yazıram uşaqlar. 3 vurulsun 5. Birbaşa yazıram 15 plus 3 vurulsun 8 24 plus BC-miz isə olacaq 40. Bərabərdir 2 vurulsun 39 79. 2 vurulsun 79. Bu da bərabərdir. Deməli olacaq 158. Cavabımız Y bəndi. Sonra keçirəm 61-ci suala. 61-də bizə deyir ki, tərəfi 10 olan ABCD kvadratında M və N uyğun olaraq BC və CD tərəflərinin orta nöqtələri olarsa. M və N rəngini dəyişim. Bu M-lər bizim orta nöqtələrimizdir və tərəf 10-dur. Orta nöqtə olduğuna görə avtomatik bunları bərabər hissələrə böləcək. Və bu tərəflərimiz isə 10-dur. İndi deyir ki, bizə AMCN. AMCN. Bizdən bunun dördbucaqlının sahəsini istəyir. Uşaqlar, bunun üçün nə edərəm? Mənim kənarda qalan 2-dən 3 bucağım var. Baxaq, baxın, bu 2-dən 3 bucağım var, düz bucaqlı. Bu 3 bucaqların sahəsini tapıb kvadratın sahəsindən çıxaram. S kvadratımızın sahəsi bərabərdir uşaqlar, onun kvadratını eləyəcək 100. İndi gəlin bu düz bucaqların sahəsini tapaq. S düz bucaqlı bərabərdir. 5 vurulsun 10 bölünsün 2. Düsturumuz 2-də 1 AB olduğu üçün yazıram. Katetlərin hasilinin yarısıdır, yəni. Bərabər olacaq nəyə? 25-ə. Deməli, tapdım ki, uşaqlar, bu düzbucaqlının birinin sahəsi 25-dir. Birinin sahəsi 25-dir. Bundan məndə 2 dənə var. Ona görə yazıram. 100 çıxılsın 25. 25 vurulsun 2 bərabərdir 50-yə. Cavab olacaq uşaqlar C bəndi. Sonra keçirəm 62-yə. Əbab AB vurulsun, əkub AB. Uşaqlar, hazır düsturumuzdur. Bunu hər biriniz əzbər bilməlisiniz. Əbab AB vurulsun, əkub AB bərabərdir. A vurulsun B-yə. Yəni 32 vurulsun 68-ə. 32-ni də 68-ə vuranda deməli cavab eləyəcək 2176 C bəndi. Sonra keçirəm 63-cü tapşırığa uşaqlar. Deyir ki, sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan isə azdır. Onları həm 2-2, həm 3-3 oturtmaq mümkün olarsa, sinifdə neçə şagird var? Uşaqlar, bu nə deməkdir? Yəni, 30-dan 40 arasında deyil, elə bir ədəd seçin ki, həm 2-yə bölünsün, həm də 3-ə bölünsün. Gəlin,
variantlardan elə buna tapaq. Həm 2-yə, həm 3-ə bölünən burada bizdəki yeganə cavabımız 30-dan böyük və baxın, B 30-dan böyük deyil. Ona görə bunu götürə bilmərik. Bunlar da zaten 3-ə bölünmür. Ona görə cavab A bəndir. Sonra keçirəm 64-cü sual uşaqlar. Tənliklər sistemidir. Gəlin yazaq. Deməli, neynirəm? Y çıxılsın x bərabərdir 10-a. Burada uşaqlar yerlərini dəyişirəm. Yazıram y plus 2x bərabərdir -23-ə. Aha. İndi gəlin uşaqlar bunları tərəf-tərəfə çıxaq. Bunu mənfiyə vuraram. Plus, bu da olsun minus. Aha, toplasaq deməli olacaq 3x bərabərdir. -23, -10, -33. X-imiz bərabərdir -11-ə. X-i tapdıq uşaqlar. İndi keçirəm y-i tapmağa. Y çıxılsın -11 bərabərdir 10-a. Və y bərabərdir uşaqlar. Baxın, burada işarə müsbət olacaq. Y plus 11 bərabərdir 10-a və y də bərabərdir -1-ə. Y-imiz -1-dir, x-imiz -11-dir. Bizdən bu ifadəni istəyir. Gəlin yazaq, yerinə hesablayaq. 4 vurulsun -1 çıxılsın -11 bərabərdir -4 üstə gələk 11. Bu da bərabər olacaq 7-yə. Cavab A bəndi. Sonra bunu silirəm uşaqlar. Və keçdim növbətiyə. 65-də deyir ki, Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39, Vahidə isə bütün qələmlərin 48% çatdı. Bu nə deməkdir uşaqlar? Deməli, Vahidə bütün qələmin 48% çatıbsa, deməli bunun 52% də Sabirdədir. Aha, 52% bunun uşaqlar qələmlərin 39 imiş. Bəs 100% nə qədər olar? Aha, 100% isə bərabərdir x. Buradan x bərabərdir uşaqlar. 100 vurulsun 39 bölünsün 52. Deməli 52, 13 ixtisar aparsaq burada qalacaq 3, burada qalacaq 4. 100-ü də 4-ə bölsək 25, 25 3-ə vuranda 75. Aha, deməli uşaqlar qələmlərimizin ümumi sayı 75 imiş. Cavab olacaq Y bəndi. Sonra keçdim uşaqlar 66-cı tapşırığa. Deyir, ədədlərdən hansı 66-da deyir. Ədədlərdən hansı 2x kiçik bərabərdir 8 bərabərsizliyini ödəyər. Neynirəm? Hər tərəfə bölürəm uşaqlar. 2-yə x kiçik bərabərdir 4. Aha, hansı ədədlər ödəyər uşaqlar? Deməli, ödəyəcək 0, 2 və 4. Yəni 1, 2 və 5 Y bəndi. Sonra 67. 67-də deyir ki, bizə ifadəni çox ədəd şəklində göstərin. Gəlin göstərir uşaqlar. Yazıram. 2x kvadratı. Aha, bunu bizə kvadratı verib uşaqlar. Birbaşa bunu açmaq istəyirəm. Aha, birincinin kvadratı nə eləyəcək? 4x üstü 4 plus. Birincinin ikinciyə hasilinin 2 misli. Bu eləyəcək uşaqlar. 2 dəfə 3, 6, 6-nı 2-yə 12. X kvadratı və y. Üstə gələk. İkincinin kvadratı 9, y-in kvadratı. Plus. Aha, indi keçdim digər tərəfə. Baxın. Bu hissəni açmağa. Bu isə uşaqlar, baxın. 2x kvadratı çıxılsın 3y. Vurulsun 2x kvadratı plus 3y. Bu bizə verir kvadratlar fərqini. Kvadratlar fərqi olduğuna görə bunu birbaşa açmaq istəyirəm. 4x üstü 4 çıxılsın 9y-in kvadratı. İndi gəlin uşaqlar buna açılışına baxaq. İslah olunanları islah edək. Bərabərdir 8x üstü 4. 9y kvadratlar gedəcək. Plus 12x kvadratı y. Deməli 8x üstü 4, 12x kvadratı y B bəndi. Keçdim 68-ə. Deyir ki, 68-də 2 zər eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən xalların cəminin 6-dan kiçik olmaması hadisəsinin ehtimalını tapın. Uşaqlar, gəlin buradan eləyək. 2 zər atılıbsa bilirik ki, məxrəcimiz olacaq burada 36. Bu hazır. Bunu cəbdə bu qalır. İndi keçirəm surətimizə. 6-dan kiçik olmaması deyirsə, gəlin biz 6-dan kiçik hallarına baxaq. Çünki onları saymaq daha rahatdır. Deməli, 6-dan kiçik nə düşə bilər uşaqlar? Zərlərdə 1, 1, 1, 2, 1, 3 və 1, 4. Sonra nə düşə bilər? 2, 2, 2, 3.
Aha, deməli düşə biləcək ehtimallar bunlardır uşaqlar və 1-2-ni həm də 2-1 kimi nəzərə alırıq. Çünki 2 halda düşə bilər. Ona görə nə edirəm? 1 hal, 2 hal və yerdə qalan halları 2-2 sayıram. Yəni 2-3, 3-2, 2-1 və 1-2, 1-3, 3-1, 1-4, 4-1. Ona görə 2 dəfə nəzərə alıram. Yəni bunları yazım. 2, 1, 3, 1, 4, 1. Deməli neçə halımız oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə halımız oldu uşaqlar. Burada 1, 1 və 2, 2-ni bir dəfə nəzərə alırıq. Çünki fərqi yoxdur. Ya 2, 2 düşdü, ya 1, 1 düşdü. Sonra deməli başqa 2, 3. Aha. İndi surətimiz deməli olacaq 10. İxtisar aparsaq uşaqlar hər tərəfi 2-yə bölsək məxrəc 18, surətdə isə qaldı 5. Bu bizim 6-dan kiçik olma ehtimalımızdır. Bizdə nə istəyir uşaqlar? 6-dan böyük olma halını istəyir. Yəni bu zaman nə edəcəm? 1-dən çıxıram ümumi nəticəni. 1-dən çıxıram 18-də 5-i bərabərdir 18-də 13-ə. 6-dan kiçik olma ehtimalını tapanda uşaqlar avtomatik olaraq 1-dən çıxanda alacağım 6-dan kiçik olmaması hadisəsinin ehtimalını və yaxud 6-dan böyük olması hadisəsinin ehtimalını. Bu da oldu 18-də 13-dır bəndi. Əksi kimi də hesablaya bilərik uşaqlar. Zaten burada da yazılıb 6-dan kiçik olmaması hadisəsini bir-bir yazıblar. Görürsünüz burada 6, 4, 6, 5 biraz uzun çəkir. Sonra keçirəm 69-a. 69-da deyir ki, AD 15-dir. Aha. AB 7, AB'miz burada. AB 7'dir. AD'miz uşaqlar bu hissədə bura 15'dir. BC ilə CD bir-birinə bərabərdir. 15-dən 7-dən çıxanda 8 qalır uşaqlar. Deməli bura 4 bölünüb. Bizdən BC-ni istəyir, zaten olacaq 4. Rahat sualda keçək 70-ə. 70-də deyir ifadəni sadələşdirin. 15x kvadratı, y kvadratı bölünsün a üstü 8. Vurulsun 2a bölünsün 25x kvadratı y. İfadəni sadələşdirir uşaqlar. İxtisar aparıram 5-ə. Burada qalır 3, burada qalır 5. X kvadratları getdi, y getdi, a-nın biri getdi, burada qaldı 7 dənəsi. Deməli, məxrəcdə qalıb uşaqlar 5 qalıb, sonra bir dənə qalıb, a üstü 7 qalıb. Surətdə bir 3-ümüz var. Bir 3-ümüz var, bir 2-miz, yəni 6. Və bir y-imiz. Deməli 6 y bölünsün 5 a üstü 7 a bəndi. Sonra keçirəm 71-ci suala. 71-də deyir ifadənin qiymətini hesablayın. Gəlin hesablayaq uşaqlar. Ortaq məxrəcə gətirirəm birbaşa. 2,9-da 3 çıxılsın 1,9-da 1. Aha, hissə hesablayacağım uşaqlar. Olacaq 1,9-da 2. Bunu da düzgün olmayan kəsrə çevirsəm olacaq 9-da 11. Sonra 9-da 11 bölünsün. Bunu da çevirirəm düzgün olmayan kəsrə. 3-də 22. Bərabərdir. Birinci olduğu kimi qalır. İkincini tərsinə çevirirəm. İxtisarlarımı aparıram. Oldu 6-da 1. Aha, bura qədər uşaqlar cavabımız olacaq 6-da 1. İndi keçirəm davamına 6-da 1 plus 4-də 3. Ortaq məxrəc 12-dir. Nə eləyəcək uşaqlar? 12-də 2 üstə gələk 12-də 9. Bərabərdir. 12-də 11. Aha. Cavab olacaq C bəndi. Sonra uşaqlar keçək 72-ci suala. 72-də uşaqlar deməli ifadənin qiymətini deyir hesablayan. Təsərrüfat düsturlarına əsasən surəti yazıram. 48 çıxılsın 32 və 48 plus 32. Məxrəcdə 21 çıxılsın 19, 21 plus 19. Bərabərdir. 48-dən 32 çıxanda eləyəcək 16 vurulsun 80 bölünsün 21-dən 19. 2 vurulsun üstə 21 plus 19 nə eləyəcək uşaqlar? 40. İxtisar aparsam burada 2, 2 ilə 2 getdi. Cavab qaldı 16.
Sonra keçdim 73 uşaqlar ifadənin qiymətini deyir hesablayın. Topluda da var bu tip suallar. Aha 73 4-cü dərəcədən deməli. Bunları uşaqlar bir kökün altına salıram. 6 plus 2 kök altında 5 vurulsun. 6 minus 2 kök altında 5 bərabərdir. 4-cü dərəcədən 4-cü dərəcədən bu uşaqlar müxtəsər rüma düsturudur və ona əsasən yazıram 36 çıxılsın. 2 kökdə 5-in kvadratını eləyəcək uşaqlar 20. Bu da bərabərdir. 4-cü dərəcədən kök altında 16. 16 da 2 üstü 4 olduğu üçün yazıram 2 üstü 4 və buradan da çıxacaq 2. Cavab oldu 2. Sonra keçirəm uşaqlar 74-cü suala. Görə 74 hardadır? Y-in hansı qiymətində nöqtələri arasındakı məsafə 2-yə bərabərdir? İki nöqtə arasındakı məsafə düsturundan uşaqlar istifadə edərək yazıram. Deməli, AB arasındakı məsafə bərabər olacaq nəyə? 4 çıxılsın 6-nın kvadratı üstə gələk 5 çıxılsın Y-in kvadratı. Bu məsafəmiz bərabərdir 2-yə. İndi yazıram 4-dən 6 çıxanda bu eləyəcək 2, 2-nin də mənfi 2, mənfi 2-nin kvadratı 4. Plus 5 çıxılsın Y-in kvadratı. Bərabərdir 2. Hər tərəfi kvadrata yüksəltsəm 4 plus 5 çıxılsın Y-in kvadratı bərabərdir. 4-də 4-lər getdi. 5 minus Y-in kvadratı bərabərdir 0-a. Və buradan da alaram ki 5 çıxılsın Y bərabərdir 0, Y də bərabərdir 5-ə. Deməli, Y-in 5 qiymətində A və B nöqtələri arasındakı məsafə 2-yə bərabər olacaq. Sonra uşaqlar keçdim 75-ci suala. 75-də deyir, bərabər yanlı üçbucaqda yan tərəfə paralel olan orta xəttin uzunluğu 4-dür. Bərabər yanlı üçbucaq çəkirəm. Yan tərəfə paralel orta xəttimiz 4-dür. Orta xəttimiz 4-dürsə, deməli tərəfimiz 8-dir. Bərabər yanlı olduğu üçün burada olacaq 8. Perimetrimiz isə uşaqlar bərabərdir 22 yazıram. 8 plus 8 plus A bərabərdir 22. Buradan da A bərabərdir 6-ya. Bizdən dilə oturacağın uzunluğunu istəyir. Cavab oldu 6. Sonra keçirəm 76-cı suala. 76-da deyir ki, uşaqlar Kazım öz puluna 8 dəftər, 5 karandaş və ya 6 dəftər, 8 karandaş ala bilər. Deməli uşaqlar 8 dəftər, 5 karandaş aldığı pula nə edirəm? Dəftərin birinin qiyməti olsun X və karandaşın qiyməti olsun Y. 8X plus 5Y bərabərdir 6X plus 8Y. X'ləri bir tərəfə, Y-ləri bir tərəfə yığıram. 2X bərabər olacaq 3Y. Bizdən də istəyir ki, deyir ki, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur uşaqlar, onu istəyir. Deməli, uşaqlar, burada X bərabərdir 3K, Y bərabərdir 2K-ya. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? 1,5 dəfə. X bölünsün Y bərabərdir 1,5-ə. Keçdim 77-ci sual uşaqlar. 77-də deyir ki, uşaq anadan olanda atası 25 yaşında idi. 77. İndi onların yaşları cəmi 45 olarsa, uşağın neçə yaşı var? Uşaq anadan olanda atasının 25 yaşı var idi. Uşağın yaşı 0 idi. İndi onların yaşını cəmi. Uşaqlar aradan X il keçib. Və bu X ilə həm uşaq böyüyüb, həm ata böyüyüb. Ona görə həm atanın yaşının üzərinə il gəlir, həm uşağın yaşının üzərinə il gəlir. Bərabər oldu bunların yaşı 45-ə. 2X bərabərdir 20-yə, X bərabərdir 10 ilə. Deməli, uşaqlar, uşaq doğulanda 0 yaşı var idi və 10 il keçdi, uşağın olduğu 10 yaşı. Sonra keçirəm 78-ə.
Aha, 78-də uşaqlar bizə deyir ki, 2 fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirir. Birinci fəhlə təklikdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirər? Deməli uşaqlar ikisi bir yerdə işləyərkən, deməli 1 bölünsün x. Birinci fəhləni x götürürəm, ikinci fəhləni y. İşin görülər 8də 1 hissəsinə. İndi birinci fəhlə deyir təklikdə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirir. Yəni x bərabərdir 12 plus y. İndi gəlin yazaq uşaqlar. Nə edirəm? X-in yerinə 12 plus y yazıram. 1 bölünsün 12 plus y plus 1 bölünsün y bərabərdir 1 bölünsün 8-ə. Ortaq məxrəcə gətirirəm uşaqlar. Deməli 12y plus y kvadratı surətdə olacaq 12 plus 2y bərabərdir 1 bölünsün 8-ə və çarpaz vurub açıram uşaqlar. 80 altdan yazım. 96 plus 16y bərabərdir 12y plus y kvadratına. Y kvadratı deməli çıxılsın 4y çıxılsın 96 bərabərdir 0. Köklərimiz nə olacaq uşaqlar? Y1 bərabərdir. Cəmi 4-ü hasilə 96-ın verən ədədlər 12 və y2 bərabərdir 12 və 8 olacaq. -8. Deməli bizdə də saat müsbət olduğu üçün cavab götürəcəyik 12-ni. Yəni oldu cavabımız 12. Deyə birinci fəhlə təklikdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirər? 12 saata yerinə yetirər. Sonra keçirəm uşaqlar 79-cu tapşırığa. 79-da bizə deyir ki, düzbucaqlının bucaqlarından birinin tənböləni onun tərəfini yarıya bölür. Düzbucaqlı çəkirəm. Tənböləni onun tərəfini yarıya bölür. Aha. Bu tənbölən olduğu üçün bura alfa, bura alfa. Əslində alfa yox 45 dərəcə, çünki düzbucaqlı 90 dərəcədir. 45, 45. Sonra kiçik tərəfimiz 4-dür və burada 45-dir, burada 4 olacaq avtomatik. Yarıya böldüyü üçün burada 4 olacaq. Deməli biz nə aldıq uşaqlar? Eyni 4, uzunluğu 8 olan düzbucaqlı. Bunun perimetrini istəyir. P bərabərdir 4 plus 8 vurulsun 2-yə bərabərdir 24-ə. Sonra keçirəm 80-ci tapşırıq uşaqlar. 80-də deyir ki, stolun üzərindəki dik duran qələmə baxaq. Aha. Ondan 150 sm uzaqlıqdan fənər tutularsa, qələmin arxasındakı divarda 48 sm uzunluğunda kölgəsi əmələ gəlir. Qələmin hündürlüyü 30 olarsa, qələm ilə kölgəsi arasındakı məsafəni tapın. Uşaqlar, bu bizə düzbucaqlı üçbucağı verir. Baxın, düzbucaqlı üçbucağı çəkirəm. Bu isə bizim qələmimizin kölgəsidir. Bu bizim qələmimizin kölgəsidir. Bu isə qələmimizin özü olsun. Aha. İndi davam edirəm uşaqlar, yazıram. Deməli, bizim qələmimizin uzunluğu nə qədərdir? 150 sm qələmin. Qələmin hündürlüyü 30-dur. Bura 30-dur. Qələmin kölgəsinin uzunluğu üzürlüsən uşaqlar. Hə, yox. Qələmin hündürlüyü 30-dur, kölgəsi isə 48-dir. Aha, bura olacaq 48. Sonra üzərində dik duran qələmi ondan 150 sm. Bu fənər tutulan hissədir. Bura olacaq 150. Buradan bura kimi məsafəmiz 150. Sonra deyə qələm ilə kölgəsi arasındakı məsafəni tapın buranı. Aha. Uşaqlar, oxşarlığa əsasən yazırıq. Bu üçbucaqlar, baxın. Bu üçbucaqlar bir-birinə oxşardır. Buna əsasən yazıram. 150 bölünsün 30 bərabərdir 150 plus x bölünsün 48. İxtisar aparsam burada qalacaq 5. Aha. Deməli 150 plus x bölünsün 48 bərabərdir 5-ə. 150 plus x bərabərdir 48 ilə 5-ə vuranda 240. Buradan isə alıram ki, x bərabərdir. Deməli, x nəyə bərabər olacaq uşaqlar? 90-a.
X oldu 90. Deməli, bizdən dil X istəyir. Cavab oldu 90. Sonra keçirəm 81-ci tapşırığı uşaqlar. Maraqlı idi bu. 81-də nə deyir? 22 şagirddən ibarət sinifdə yalnız rus dili fənnində məqbul qiymət alanların sayı yalnız ingilis dili fənnində məqbul qiymət alanların sayından 3 nəfər az. Həm rus, həm ingilis dili fənnindən məqbul qiymət alanların sayı isə 7 nəfər olarsa, yalnız ingilis dili fənnində məqbul qiymət alanların sayını tapın. Gəlin baxaq uşaqlar. 81. Deməli, Eylerven diaqramını çəkirəm uşaqlar. Bura olsun rus dili, bura olsun ingilis dili. Deməli, 22 şagirdimiz var, bu heç. Yalnız rus dili fənnində məqbul qiymət alanların sayı, ingilis dilində məqbul qiymət alanların sayına 3 nəfər az. Deməli, ingilis dili x bölü 3 olsa, rus dili olacaq x. Və həm ingilis dili, həm rus dilində məqbul qiymət alanlar 7 nəfərdir. Deməli, bizdən nə istəyir? Cəmi 22 nəfərimiz var. Gəlin tənliyimizi yazaq. X plus 3 plus 7 bərabərdir 22-yə. 2x bərabərdir 12-yə. X də bərabərdir 6-ya. Bura oldu 6, bu da bərabər olacaq 9-a. Bizdən istəyir ingilis dilindən qiymət alanlara, cavab olacaq uşaqlar 9. Bu da sayda sual idi. Deməli, bu qədər uşaqlar. Hər birinizə imtahanda uğurlar arzulayıram. Ürəyiniz istədiyiniz kimi nəticələr gələr. İnşallah sağ olun, salamat qalın. Kanalıma abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Hələlik uşaqlar.